Hakkında bugün danışacağıq. Ümumiyyətlə, qəzəb və şəhvət adətən hədislərdə yanaşı çəkilir adları. Hər ikisi həyəcan gətirən hisslərdir, insanı həyəcanlandıran hisslərdir. Ona görə də həyəcan olduğundan insan onunla mübarizə apara bilmir. Yəni, təbii halından insanı çıxardan hallardır. Və qəzəb haqqında da bugün danışmaq istəyirəm. Qəzəb haqqında bir söz deyim ki, qəzəbi hər hansı şəkildə nəzarət altına almaq müsbət sayılmır. Yəni, qəzəblə istənilən şəkildə mübarizə məqbul sayılmır, düz sayılmır. Bəzən qəzəblə mübarizə nəfsin hiləsi olur. Məsələn, indi şərait münasib deyil, mən qəzəbimi boğum, saxlayım, sonra intiqam alaram. Bəzən biz bu şəkildə qəzəblə mübarizə aparırıq. Bu, düzgün mübarizə deyil. Bəzi insanlar var, qəzəbi içində boğub kinə çevirir. Sonradan daha pis olur nəticəsi. Qəzəb boğulub kinə çevrilməməlidir. Qəzəbi içimizdə saxlayıb kinli olmalı deyilik. Bu, Allahın istədiyi şəkildə qəzəblə mübarizə deyil, qəzəbi udmaq deyil. Belə rəftarla adam ola bilməz, inkişaf eləyə bilməz. Əslində, qəzəblə mübarizə necə baş verməlidir? Onun qaynağını aradan aparmaqla. Məni nə qəzəbləndirir? O qaynaq var qəlbdə. İşimiz onunla olmalıdır. Yoxsa hansısa situasiyada qəzəbi boğuruq və içimizə salırıqsa, sonradan yığılır, birdən lap pis olur. Görürsən ki, daha böyük günaha salır. Bəzən biz görürük, qəzəblə mübarizə aparan insanlar var ki, bir mərhələdən sonra qəzəb içlərindən püskürüb çıxmağa başlayır və partlayış yaradır, daha da mənfi bir hal yaradır. Qəzəbi içəridə gizlətməklə məsələ həll olmur. Qəzəbi içəridə gizlətməklə hətta müəyyən xəstəlik də tapa bilər adam. Cismi də xəstələnə bilər. Hətta psixoloqlar deyir ki, qəzəbləndin sonra boşalt. Gir bir yerdə qışqır, bu demirəm, bu düz yoldur. Amma qəzəbin kökündən həllini tapmasan, onu içə tökməklə məsələ həll olmur. Əksinə daha da pis olur.